Biz Tütək Səsi filminin 50-ci il dönümündə bu filmdən danışırıq, əziz tamaşaçılar. Və Tütək Səsi filmindən bir kompozisiya istəyirik indi səsləndirək. Və biz çox istedadlı bir gənci dəvət eləyəcəyik. Tütəkdə ifa təqdim eləyəcək bizə. Məncə hamınızın könlüncə olar. Respublikamızın əməkdar artisti Şirzad Fətəliyevin oğlu Araz Fətəliyev bu musiqini bizim üçün səsləndirəcək. Gəlin Arazı alqışlarla dəvət edək. Buyurun. Çok sağ olun, çok sağ olun. Araz Fətəliyev, təşəkkür edirik. Və biz bir məqamı xatırladaq. Bu filmin bəstəkarı Akşın Əlizadədir. Və doğrudan da musiqini də mükəmməl bəstələyib. Vallahi hansı tərəfdən filmə baxırsansa mükəmməlliyi var. Və Araz özü də vətən müharibəmizin iştirakçısı olub. Ki o baxımdandır ki, bu tütəyi o qədər qəlbdən, ürəkdən səsləndirirsiniz. Mövzu sizə də yaxındır. Çox sağ olun. Çok sağ olun. Teşekkür ediyoruz. Sağ olun. Teşekkür ediyoruz size.